Selamun Aleyküm Rahmetullah. Bir kısa fayda paylaşmak istedim sizinle. Bazen sehr olmuş insanlarda müalicələr gecikir, müalicələr uzanır, hətta ruqyyə olunur, görürsünüz ki, daha da pisləşir və ya biraz yaxşılaşır, bir neçə gün keçəndən sonra yenə pisləşir və hətta daha pis olur. Belə insanlara tövsiyəm odur ki, otursunlar ancaq duaya, gündə səhər, günorta, axşam, bacarırlarsa 1 saat, hər dəfəsində 1 saat otursunlar, dua eləsinlər. Səhər 1 saat, günorta 1 saat, axşam 1 saat. Daha çox da eləyə bilərlər. Ancaq otursunlar duaya, ancaq dua eləsinlər. Ki, ya Rabbim, bu sıxıntını üzərindən götür, bu bəlanı, bu müsibəti üzərindən götür, bu sehri üzərimdən qaldır. Və sehri kim edibsə, bu mənə gələni ona qaytar. Kim bunu mənə göndəribsə, kim bunu mənə edibsə, onun özünə qaytar deyə dua eləsin. Yəni o sehrin özü də bir duadır. Sehir ki eləyirlər, cadu ki eləyirlər, onun özü bir duadır. Lakin iblisə, şeytana olan duadır. Və sən də burada dua elədikcə, o adeta ona qarşılıq olaraq artıq onu qaytarır. Yəni bu dua sizə elə belə gəlməsin. Duanın çox böyük bir təsiri var. Çox əcaib bir təsiri var. Yəni bu dua ilə insanlar, yəni dəfələrlə olub ki, danışıblar ki, bizə cadu eləmişdilər. Mən hər dəfəsində dedim ki, Allah onun bəlasını versin, Allah onu özünə qaytarsın falan. Cadu edən ya özü elətdirən özünü asır, ya onun nə bilim anası, ya onun övladı özünü asır. İntihar edir və yaxud da ki, pis bir xəstəlik tutur, əsaslararaq xəstəlik tuturlar və dünyasını dəyişir və o ona sənə gələn, ona dəyəndən sonra, onun özünə qayıdandan sonra avtomatikən sən Allahın iznən düzəlirsən. Yəni bu duanın qəribə bir təsiri var. Çalışın ki, yəni duaya üstünlük verin. Çoxlu dua edərək, ya Rabbi, bunun üzərinə qal. Ya kim bizə sehr edirsə, kim bizlə uğraşırsa, onun özünü elədiklərini özünə qaytar, üzərinə tök və öz başını özünə qat. Bu belə dualar etdikcə Allahın iznindən onun təsirini görəcəksiniz. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, estağfiruka və etûbu ileyk.